Biz baxarıq ki, kimsə özü əməl etmirsə, onun özündə problem olacaq, Allah qorusun. Əməl eləməyən insanın elmində heç vaxt bərəkət ola bilməz. Yaşayan insan Allahın izni nədir? O birisinə də fayda verəcək. Amma yaşamayan insan, mən nə cür nə deyim ki, istənilən bir əməl, istənilən bir ibadət, onu etmirəm, kiməsə əmr edib. Ətəmuruna nəsə bil birri və tənsəvun ənfusakum və entum tətlunəl kitab əfələ taqilun. Açıq-aşkar ayət Allah. Bu ayət Yahudilər haqqında da Allah qorusun. Yahudilər haqqında nazil olur. Bilirsiniz nə deməkdir? Kitabı oxuyursunuz, insanlara yaxşılıqları əmr edirsiniz, özünüzü unudursunuz. Kitabı da oxuyursunuz üstəlik. Anlamırsınız, başa düşmürsünüz. Nə cür nə insanlara yaxşılıqlar edirsiniz, vətənsəvun ənfusakum, öz nəfslərinizi unudursunuz. Öz nəfslərinizi unudursunuz. Yəni mən kiməsə deyim ki, bu cür elə, bu cür elə, bu cür elə. Misal üçün, Allah bizi hamımız bağışlasın, sabit eləsin din üzərində. Gizlidə olan günahlardan danışıram, dərs verirəm. Gecə gündüz özüm gizlidə oluram. Gizlidə olanda bu telefonlardan əl çəkə bilmirəm, Allah qorusun. Fikrimi çatdıra bilirəm də. Telefonun içində fəsadlar var. Burada fəsadlar var, Allah qorusun. Allah bizləri sabit eləsin. Ancaq bizimlə o knopkalar arasında qalxan nə ola bilər? Təqva. Vallahi. O qalxan yoxdursa səndən günah olur da, düzdür? Mən üzr istəyirəm, sinəsi açıq, başı açıq bir nəfər qadın xəbərləri o birisi adından buraxmıram telefondan. Sonra cəmaatda təklikdə olanda günahlar etmə. Elə bərəkət olar mı? Kimsə təsirlənəcək sizdə? Təsirlənməyəcək. Ya eyyuhəllədinə əmənu limə təqulunə mə lə təfalun. Ey iman gətirənlər, niyə görə etmədiklərinizi deyirsin? Allah qorusun. Bunlar hamısı nə məsələlərdir? Bunlar hamısı ciddi məsələlərdir. Bu cür olanda insan tələbə də səndən faydalanacaq. Tələbə də səndən elm götürəcək. Tələbə də təsirlənəcək. Amma ki, yoxsa Allah qorusun nədir? Hal bu cür olmasa çətin olacaq. Ona görə barakallahu fikum biz baxmalıyıq ki, insanlar yaşayan insansa onunla elm öyrənəcək. Allah daha da olsun.